Səriştəli valideyn silsiləsindən film. Məktəb təliminə valideyn dəstəyi. Övladınız məktəblidirsə, sizin xüsusi bir vəzifəniz yaranır. Məktəb təliminə dəstək vermək, şagirdin öyrənmə prosesini asanlaşdırmaq, bu prosesə səmərə qatmaq. Bununla bağlı sizə bir neçə tövsiyəmiz var. Əvvəla, övladınızın məktəb həyatı ilə yaxından maraqlanmaq naminə verdiyiniz sualların alt mənalarına diqqət edin. Məsələn, bugün dərsdən neçə almısan? Sualın əvəzinə, bugün yeni nə öyrənmirsən? Sualı daha faydalıdır. Birincisi ona görə ki, hazırda dərsdən neçə almısan sualı aktual deyil. Çünki indi şagirdlərin bilik və bacarığı hər bölmənin sonunda summativ qiymətləndirmə adlanan testlərlə yoxlanılır və rəqəmli qiymət verilir. Bu isə hər gün baş vermir. Gündəlik əsasda müəllim şagirdə formativ qiymət verir. Yəni, onun öyrənmədə nəyə daha çox diqqət etməli olduğuna işarə edir, uğurlu işlərinə görə rəğbətləndirir və s. Formativ qiymət isə rəqəm deyil, rəydir. İkincisi ona görə ki, bugün yeni nə öyrənmirsən? Sualını eşidən uşaq tədricən anlayır ki, məktəbə qiymət almaq üçün deyil, öyrənmək üçün gedir. Müəllimlərlə görüşəndə onlara verdiyiniz suallar arasında mütləq belə bir sual da olsun. Mənim uşağım hansı məsələlərdə axsayır? Vəziyyətdən çıxmaq üçün ona hansı kömək lazımdır? Əgər uşağınız aşağı qiymət alıbsa, onu da anlamayın. Yönəldici suallar verin ki, uşaq səhvini təhlil etsin. Bu yaxşı qarantiyadır ki, o gələcəkdə eyni səhvi buraxmayacaq. Səhvlər üzərində öyrənməyin səmərəsi daha yüksəkdir.